Güney Azərbaycan azad ola bilərmi? İranda baş verən ixtişaşlar nəticəsində istər-istəməz hamımız bu haqda düşünmüşük ki, Güney Azərbaycan azadlığa çıxa bilərmi? Gəlin bununla bağlı danışaq. Təbii ki, versiyalar irəli sürəcəm. Bu sadəcə bir iddiadır, bunu unutmayın. İlk olaraq Güney Azərbaycan bir müstəqil dövləti daşıya bilərmi? Bəli, daşıya bilər. Tarixə baxaq, Rəvvadilər var, Sacilər var, Səlarilər var, Atabəyəl dənizlər var. Yəni bilirik ki, Güney Azərbaycanda bir dövlət qurula bilər. Regionun iqtisadi bazası kifayət qədər yüksəkdir. Ümumiyyətlə İranı birləşdirən nədir? Şiə kimliyi, o da yenə Türk Şah İsmayıl tərəfindən İrana bəxş edilib. Bu Şiə kimliyi bütün İranı birləşdirir. Ta ki 1925-də Pəhləvilər taxtı qəsb edənə qədər. Çünki bu Şiə kimliyini, yəni bütün İranı birləşdirən bu Şiə kimliyini Fars milliyyəti ilə əvəz edirlər deyə öz legitimliklərini itirirlər və 50 ildən sonra da mollalar tərəfindən devrilirlər ki, İranda İran İslam inqilabı baş verir. Həmin ki bu molla rejimi əslində Pəhləvlərin planını davam etdirir bir növ. Yəni türklərə qarşı bir növ farslaşdırma siyasəti yürüdür addan-addan. Fəqət Pəhləvilər qədər sərt şəkildə olmur deyə insanların Pəhləvilərə qarşı nifrəti mollaya qarşı nifrətindən daha yuxarı olur. Bunu biz 2026-cı ildəki üsyanlarda gördük ki, Pəhləvinin adı gəldi deyə Azərbaycanlılar üsyana qoşulmamaq istədi. Və bu gün baş verən İrandakı ixtişaşların əsas səbəbi əslində iqtisadi səbəbdir, etnik zəmin deyil. Bu da onu göstərir ki, Güney Azərbaycan bəlkə də azadlıq istəmir. Yəni Güney Azərbaycandakı çoxlu əhali bəlkə də azadlıq istəmir. Yəni belə düşünək ki, Güney Azərbaycan azad oldu. Azad olandan sonra nə baş verəcək? Bunun sərhədləri bəlli deyil. Yəni bu deməkdir ki, mən deyirəm ki, mənim sərhədim burada bitir, başqa etnik bunu qəbul etməyəcək. Məsələn, Azərbaycanlılarla Kürtlər arasında, Bəloslarla Farslar arasında, İrandakı ərəblərlə farslar arasında etnik konfliktlər başlaya bilər ki, bu da İranda böyük bir müharibə deməkdir. Bu kiçik etnik konflikt ocaqları da kənar güclərin bölgəyə təsir etməsinə səbəb olacaq. Ona görə də əsasən xarici qüvvələr Çindir, Rusiyadır, hətta Avropa da İranın parçalanmasını istəmir. Yəni onlar istəyir ki, İranda sadəcə rejim dəyişsin. Çinlə Rusiya istəmir, amma Qərb, yəni ABŞ istəyir ki, İranda rejim dəyişsin, daha çox Qərb yönümlü olsun. Ona görə də mən deyə bilərəm ki, əgər Pəhləvi gələrsə, orada Güney Azərbaycanın qurulması şübhəsiz ki, qaçınılmazdır, çünki Pəhləvi travması var. Rejim qalarsa və yaxud da ki, daha demokratik bütün xalqlara azadlıq verən bir quruluş qurularsa əgər, utopik olaraq deyirəm, təbii ki, onların bölünməməsi daha yaxşı bir ssenaridir. Çünki bölünərsə əgər etnik konfliktlər çıxacaq. Ümid edirəm ki, elitalar arasındakı savaşda məsum insanlar çox da zərər görməz.